Hello! Bu günlərim salat hazırlayacağım və mənə lazım olan ingrediyentlər xiyar, pomidor, kahı, tuna balığının konservası lazımdır, bir də qardal konservası lazımdır. Konservaları özünüz istədiyiniz hər hansı bir markanı seçə bilərsiniz, sizə hansı xoşdur. Bir də duz lazım olacaqdır. Kahını da bura əlavə edirəm. Deməli, qardalını da əlavə edirəm bura. Tuna balığına. Və zövqə görə biraz duz. Çox dadlı salatdır. Tövsiyə edirəm, mütləq siz də hazırlayın, çünki ingrediyentlər də rahat əldə edilə biləcək ingrediyentlərdir, ucuzdur. Əsas da həm tez hazırlanır, həm də çox xeyirli bir salatdır. Əgər bəyəndinizsə, siz də mütləq hazırlayın, dadına baxın. İzlədiyiniz üçün təşəkkürlər. Hazırlasanız da fikirlərinizi yazın mənə. Bilmək istəyirəm, xoşunuza gəldi ya yox, məndən bu qədər. Hələlik.